Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün sizə elə bir mənzil təqdim edirəm ki, burada hər bir şey var. Mebel, məişət texnikası, əlavə nəsə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşamaq qalır. Yerləşir Gənclikdə, Koroğlu Parkının düz yanında. Yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış bir mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Gəlin vaxt itirmədən başlayaq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə burada dresuarımız var, dekorumuz yerləşdirilib. Venesiankadır, sağ və sol lepka daraqlarından istifadə olunub, bura işıq yerləşdirilib. Döşəməsi qranitli isti döşəmə ilə təchiz olunub. Sağda sanitar qovşağımız yerləşir və girişdən gəldikdə bu hissədə yenə dizayna uyğun tablolarımız yerləşdirilib və üzbəüz şkaf yığılıb burada. Dərinlik də ideal səviyyədədir. Tam axıra kimi deyil, yuxarı hissələr də şkafdır. Paltar, ayaqqabı istənilən əşyazı tam rahatlıqla yerləşdirə bilərsiniz. Otaqların yerləşməsini nəzərdə çatdırın. Burada mənzilin əsas yataq otağı yerləşir. Burada ikinci yataq otağı, yanında qonaq otağı, buranın da artıq gördüyünüz mətbəxidir. Girişdə deməli işıqlandırmada lüstr və spotlardan istifadə olunub. Böyük bir lüstrumuz var. Əlavə olaraq bura işıqlar da yerləşdirilib. Keçək qonaq otağından başlayaq. Mən bir-bir bütün otaqları sizə göstərim. Dediyim kimi tam hazır bir mənzildir. Yəni əlavə nəsə almağa ehtiyac yoxdur. Bura bizim qonaq otağımızda kifayət qədər geniş ölçüyə malikdir. En olaraq, uzun olaraq yaxşıdır. Yəni dar uzun otaq deyil. Burada nəyimiz var mən sizə göstərim. Kreslolar yerləşdirilib, divanımız, mərkəzdə jurnalli. Burada 8 nəfərlik masamız var. Masanın bu hissəsində aksesuar üçün şkaflar yığılıb, onlar da yerləşdirilib. Hazırda güzgülərdən istifadə olunub. Yenə bura işıqlar, üzbəüz o tərəfdə də eyni qayda ilə güzgüdən istifadə olunub. Kondisionerimiz qoyulub, hazırdır. Əlavə olaraq nəyimiz var? Mərkəzdə gözəl böyük lüstrumuz, pərdələri asılmış vəziyyətdə. TV stand burada yığılıb, geniş böyük ekran televizorumuz da yerləşdirilib. Aşağı hissəsi də şkafdır. Döşəməsi parketdir. Onu nəzər çatdırın. Burada da arxada Venesianka boyadan istifadə olunub. Nəzərinizə çatdırın ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə mətbəx hissəmiz bu hissədədir. Kifayət qədər geniş ölçüsü var. Yəni təxmini bu hissə 20 kvadrat olar, 18-20 kvadrat. Yəni təxmini ölçü nəzərə çatdırıram. Girişdə olan isti döşəmə burada davam etdirilib. Gözəl mətbəx mebelimiz yığılıb görürsünüz. Tam axıra kimi yuxarı hissələr eyni ilə kifayət qədər şkafı var. İçərisində göstərim. Yəni dərinlik barədə təsəvvürünüz yaransın. Maraqlı rənglərdən də istifadə olunub. Üstü və sinərliyi mərmərdir. Bütün dediyim kimi texnikaları var. Deməli, burada 2 qapılı soyuducumuz yerləşdirilib. Burada əlavə deməli, paltar yuyan, qabiyan, yəni hər bir şey var. Və burada da əlavə olaraq yenə televizorumuz var. Arxasında Venesiankadır. Mərkəzdə də 4 nəfərlik masamız yerləşdirilib. Gözəl, fərqli tərzdə lüstrumuz. Və burada da yenə sobalarımız. Yəni gözəl dizaynı var mənzilin. İnşallah buna canlı baxanda da şahidi olacaqsınız. Gəlin buradan mən sizə göstərim mənzilin əsas yataq otağını. Bu yataq otağında ölçüsü yaxşıdır, genişdir. Yəni ki, videodan da hiss olunur. Tam hazırda dediyim kimi taxtımız yığılıb görürsünüz. Arxa hissəsi də qubqadan istifadə olunub. Sağ və sol güzgülər, bura işıqlar yerləşdirilib. Nəzər çatdım ki, mənzilin bir eyvanı var. O eyvana həm buradan, həm də qonaq otağından çıxış var. Geniş eyvanımız var. Qarşısı da açıqdır. Make-upımız burada. Aypara güzgüdən istifadə olunub. Kondisioner qoyulub hazırdır. Yenə televizorumuz, aşağısı şkafdır. Arxa hissəsi də eyni qayda ilə işlənilib. Və burada yataq otağın bu hissəsində şkafımız var. Yəni əşya yerləşdirmək üçün mənzildə heç bir problem yoxdur. Kifayət qədər şkaf var. Dediyim kimi otaqlarda döşəmə parketdir. Gəlin mən sizə göstərim. Bayaq dediyim girişdən sağda yerləşən mənzilin sanitar qovşağını. Yəni içərisini göstərim. Gözəl dizayn olunub, onu nəzərə çatdırım. Maraqlı teksturalı qranitlər seçilib. Moydadırımız böyük ölçüdə divarçı unitaz. Bu hissədə duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir. Divarçı aksesuarlardan istifadə olunub ümumilikdə. Belə keçək mən sizə göstərim. İkinci yataq otağına sonra mənzilin məlumatını və qiymətini nəzərinizə çatdıracağım. Nəzərə çatdırım ki, mənzilin sənədləri də qaydasındadır. Çıxarışı, yəni kupçası da var.
Burada mənzilin ikinci yataq otağıdır. Bayaq dedim, eyvana həm bu yataq otağından, digər yataq otağından çıxış var, qonaq otağından yoxdur. Burada da hər şey hazırdır. Digər yataq otağından biraz fərqli rənglərdən istifadə olunub, yəni bir-birini təkrarlamır. Taxtımız yenə yığılıb, arxa hissəsi də gözəl şəkildə hazırlanıb. Gözəl lüstrumuz var mərkəzdə. Burada da yeni ilə kondisionerimiz və burada da deməli televizor. Bir də buranı da göstərim. Burada da deməli divarçı şkafımız yığılıb. İçərisi də kifayət qədər genişdir. Yəni əşyaları, paltar, ayaqqabı, hər şey rahatçılıqla yerləşir. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir Koroğlu Parkının düz yanında, Gəlsin metrosuna yaxın ərazidədir. Yeniçili premium yaşayış kompleksidir. Yeni təmirli mənzil və təmirdən də sonra yaşayış olmayıb. 2 otaqdan 3 otağa düzəlmə dediyim kimi 103 kvadrat ölçüsü var. Yerləşir 9-cu mərtəbədə. Gördüyünüz şəkildə satılır. Bütün mebel, texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 475 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.